hörmətli izləyicilər, videolarımızın davamı gəlir. Gəra Yaşurov möhtəşəm 26 sınağından sınaq 2, sual nömrə 18 ilə davam edək. Kanalıma abunə olmağı, bildirimini açmağı unutmayın ki, növbəti videolardan xəbərdar olasınız. Deməli, eyni qram götürülmüş oksigen və kükürt qazı. Kükürt qazı SO2, üstə gəlirik oksigen, alınır SO3. Reaksiyanı əmsallaşdırsaq, 2 mol SO2, 1 mol O2, 2 mol SO3 olur. Deməli, burada deyir, eyni kütlədə götürmüş. Eyni kütlədə deyəndə bu məhsullarla yazmaq daha çətin olur. Həmişə eyni mol deyəndə, eyni həcm deyəndə, eyni kütlə deyəndə azı çoxa çatdıraq. Deməli, burada 32 qram oksigendir. 2 vur 64, 128 qramda kükürt 4 oksid, yəni kükürt qazıdır. Buna eyni kütlə deyəndə mən hər ikisini 128 qram götürürəm. Deməli, məlum məsələdir ki, burada oksigendən artıq qalacaq. Normalda baxaq görə oksigendən nə qədər artıq qalır? 128 çıxılsın 32. 96 qram oksigendən artıq qalır normalda. Deməli, biz bu reaksiyanın birinci hissi effektini tapmalıyıq. Yəni, Q'sünü. Buradan yazırıq ki, Q bərabərdir. SO3-ün əmələ gəlmə istiliyi, yəni sağ çıxılsın sol qaydası ilə. SO3-ün əmələ gəlmə istiliyi 1 mol üçün, yəni əmələ gəlmə istiliyi nədir? 1 mol üçün. 2 vurulsun, A plus 100'dür. Minus SO2 isə A'dır. Minus 2A. Buradan 2A plus 200 minus 2A eləyir. 2A'lar ixtisar gedir. Onda Q'nu tapıram 200. Burada silirəm bunu. Yazıram bura 200. Aha. Onda baxıram ki, 96 qram oksigen artıq qalanda 200 kilojol istilik ayrılır. Bəs 75 kilojol istilik ayrılanda neçə qram oksigen artıq qalar? Buradan da 96-nı 75'ə vurub 200'ə bölsək 36 qram cavabını tapmış olarıq.